Hər vaxtınız xeyir. Bugün mən sosiopat insanlardan danışmaq istəyirəm və introvert insanlardan. Çünki bu barədə mənə yazmısınız. İstəmirsiniz bu barədə danışın və mən də bu barədə danışmaq istəyirəm. Nədir bu sosiopat və introvert insanlar? Bugün cəmiyyətimizdə biz çox zaman deyirik ki, bu insanın vicdanı yoxdur, bu insan başqalarını anlamır. Belə insanlar məhz sosiopat insanlardılar. Yəni empati qurmaqda çətinlik çəkən, qaydaları pozmağa meyilli olan, manipulativ davranışları olan insanlar məhz sosiopat insanlardılar. Yəni bu tip insanlar başqalarının hisslərini, duyğuların heç zaman nəzərə almır. Bu tip insanlar aqressiv olurlar və çox vaxt riskli də ola bilirlər. Bu tip insanlar adətən öz məqsədlərinə çatmaq üçün manipulyasiya ilə məşğul olurlar ki, təki öz məqsədlərinə çatsınlar və münasibət qurmaqda çətinlik çəkirlər. Çox vaxt da emosional bağlılıqları olmur. Bu sosiopat insanlardır. Bəs yaxşı, gəlin görək introvert insanlar necə insanlardılar? Introvert insanlarsa tək qalmağa meyillidirlər. Ünsiyyət qurmağa bacarırlar, amma çox tez yorula bilirlər. Yəni bu ünsiyyətdən tez yorulurlar. Amma ünsiyyət qurmağa meyillidirlər, bacarırlar. Yəni, bu tip introvert insanların empati hissi və vicdanı yüksək olur. Bu, yəni vicdanlı, empati hissi qura bilən insanlardır. Sakitçiliyi sevirlər, sakitliyi sevirlər, dərin düşüncəyə meyilli olurlar. Yəni, çox yox, bir-iki nəfərlə daha yaxın ola bilirlər. Bunlar ünsiyyətdən qaçmır, hamı ilə ünsiyyət olur. Amma bir-iki nəfərlə daha yaxın olurlar. Yəni, bu tip insanların fərqi nədədir? Mən onu bilmək istəyirəm. Bugün bizim cəmiyyətimizdə sosiopat insanlar daha çoxdur. Yəni bu tip sosiopat insanlar çox olduğuna görə introvert insanlar o qədər də gözə çarpmırlar. Məsələn, sosiopat insanlarda empati hissi olmur. Yəni başqalarının hisslərini, duyğularını düşünmürlər. Amma introvertlərdə normaldır. Sosiopatlar qaydaları tez-tez pozmağa meyillidirlər. Introvertlər isə qaydaları yəni pozmazlar, hörmət eləyərlər. Sosiopatlar manipulativ olurlar, manipulativ. Yəni onlar insanları manipulyasiya eləməyə meyillidirlər. Amma introvertlər deyil. Meyilli deyil, onlar yəni sakit, seçici insanlardılar. Yəni onların belə şeylərlə arası yoxdur. Təhlükəlik hissi sosiopatlarda çox yüksək olur. Amma introvertlərdə ümumiyyətlə olmur. Sosial emosional problemləri olur sosiopatların. Yəni onların emosional və sosial problemləri olur. Introvertlərin isə olmur. Əslində sosiopat insanlar şəxsiyyət pozuntusu olan insanlardılar. Introvertlər isə normal, sakitliyi sevən, vicdanlı, empati hissi yüksək olan insanlardır. Yəni bunların fərqi bundadır. Bugün bizim cəmiyyətimizdə sosiopat insanlar daha çoxdur, mənim əzizlərim. Bugün bizim cəmiyyətimizdə introvert insanlar çox azdır. Niyə? Niyəsini də mən sizə deyim, bunun əsas kökdə səbəbləri duranda uşaqlıqda yaşadıqlarıdır. Mən bunu deyirəm, çox mənə deyirlər, uşaqlıq travmaları boş şeydir, uşaqlıqda yaşadıqları boş şeydir, ana belə dedi, ata bunlar boş şeydir. Bunlar heç də boş deyil. Bəs nəyə görə introvert insanlar, bu normal temperament olan insanlar sayılır, sosiopatlar şəxsiyyət pozuntusu sayılır. Niyə? Bu hardan gəldi? Bu doğuşdan olmur. Doğuşdan olan bir şey deyil. Bu yalnız sonradan qazanılan, doğulandan sonra qazanılan xüsusiyyətlərdir ki, bu da əlbəttə ki, harada doğulduğumuz, kiminlə böyüdüyümüz, hansı tərbiyəni aldığımızdan asılıdır. Bəli, mənim əzizlərim. Əslində bizim travma dediklərimiz tərbiyədir. Biz deyir ya, travmalar almışam. Deməli, doğru düzgün tərbiyə olunmamışıq. Deməli, doğru düzgün cəmiyyətə yetişdirilməmişik. Tərbiyə də deməzdim, yetişdirilməmişik.
Çox vaxt sosiopat insanlar özlərini elə mədəni, tərbiyəli göstərirlər, amma bu ona görə olur ki, bu üzdə olur. Daxildə onların o hissləri olmur, empati, qaydalara hörmət, yox, mənim əzizlərim. Yəni bunların heç biri sosiopat insanlarda olmur. Mən istərdim sizə bir-iki maraqlı nüansı da deyim. Bəli, uşaqlıqda necə yetişdirildiyimiz, mən hətta tərbiyə deməzdim. Necə və hansı mühitdə yetişdirilməyimiz bizim gələcək xarakterimizdə çox böyük önəm daşıyır. Doğulandan, ilk doğulan gündən, gəlin bunun adını belə bir qoyaq ki, ilk doğulan gündən hansı mühitdə və necə yetişdirilməyimiz bizim gələcəyimiz üçün, gələcək xarakterimizin formalaşması üçün çox böyük önəm daşıyır. Sosiopat insanları necə tanıya bilərik? Yəni bu insanlar başqasının dərdini, sevincini, hisslərini, duyğularını qətiyyən anlaya bilmir. Mümkün deyil. Məsələn, ona nəyisə danışırsan, deyir, əşi boş ver, boş şeydir, keçib gedər. Yəni sən ona hansısa böyük qlobal bir problemini danışırsan, dərdini, ağrını, acını danışırsan, o belə boş şeydir, boş şeylərə görə keyfi pozma, üstündən keçir. Çünki o sən anlaya bilmir. Sən də düşünürsən ki, bəlkə də hərdən belə demək işinə yarayır. Bəlkə də hərdən belə demək sənin də işinə yarayır ki, əşi düzdür də boş şeydir. Amma hərdən insan istəyir onunla bərabər dərdin bölüşsün, bir ağlasın, bir bunun dərinliyinə varsın, bunun nə demək olduğunu anlasın. Bunu sosiopat insanlardan gözləməyin. Onlar bunu anlaya bilmirlər. O qədər dərin deyirlər. Bunlar manipulyasiya eləməyə meyillidirlər. Yəni səni boşlu çıxardacaq, nəyisə öz xeyrinə çevirəcək. Yəni baş vermiş bir hadisəni səni boşlu çıxardacaq, öz xeyrinə bu hadisəni çevirəcək. Çox vaxt yalan danışırlar. Yəni onlar yalan danışmağı o qədər gözəl bacarırlar ki, hətta çox vaxt bu onların həqiqəti olur. Biləsiniz. Yəni çox vaxt qaydaları, çox vaxt deyirəm, çox vaxt yox, bu onların xislətidir. Sosiopat insanlar qaydaları, sərhədləri pozmağı sevən insanlardılar. Yəni onlar əxlaq və sosial normaları çox vaxt ciddi qəbul eləmirlər. Mən belə istəyirəm. Vəssalam. Mən belə istəyirəm. Mənə belə xoşdur. Sən xoş deyil, özün bilərsən. Bu mənim həyatımda mənə belə xoşdur. Onlar sosial bağlılıq da yarada bilmirlər. Yəni dostluq eləyirsən, dostluqda çox səthi olurlar. Özlərini elə göstərirlər dostlar. Əslində dost deyirlər. Hətta illərlə onlar bunu gizlədə bilərlər. Məsələn, sevgi, vicdan, peşmanlıq hissi onlarda ola bilən bir şey deyil. Olduqca zəifdir. Hisslərdən, duyğulardan uzaq insanlardır bunlar. Çox vaxt əsəbləşə bilər, qışqıra bilər, hansısa bir hadisəyə olduqca kəskin reaksiya verə bilər, özünü saxlaya bilməz. Amma bu hərdən olur. Çünki onlar bunu çox qəşəng gizlədə bilirlər. Yəni xaricdən özünə güvənən, xaricdən belə olduqca cazibadar, hərdən fikirləşsən ki, özgüvənə bax. Amma əslində onların içində bir boşluq var. Əslində onlar özgüvəni olmayan insanlardılar. Onlar bu boşluğun içində yaşayırlar, mənim əzizlərim. Bu sosiopat insanlardır, bunu tanıyın. Mən sizə dedim ki, tanıya biləsiniz. İntrovert insanlarsa bu normal bir insanın temperamentidir. Bir daha deyirəm, sosiopat insanlarda şəxsiyyət pozuntusu olur. İntrovert insanlarsa bu onların xarakterinin keyfiyyəti, temperamentidir. Fərqli gördüyünüz kimi insan tipləridir. Və sosiopat insanlar tək qalmağı sevirlər. Tək qalanda enerji toplayırlar, sakitlikdə enerji toplayırlar. Olduqca dərin düşüncələri olur. Hər şeyi analiz edirlər. Həmən qərar vermirlər. Həmən qərar verdikləri də olur, amma adətən daha çox düşünürlər, analiz edirlər, daha sonra qərar verirlər. Bir balaca ani qərar verməkləri sevmirlər. Yəni daha sonra onların sosial dairəsi çox kiçikdir. Hamı ilə xoş münasibəti ola bilər, amma ən yaxın 1 ya 2 nəfər olur, uzağı 3 nəfər. Çünki onlar qışqırıb bağırmağı, dramı sevmirlər. Bunlar bu tip şeylər introvertlərin xisləti deyil.
Onlar söhbət eləyəndə dərin, mənalı olmaq istəyirlər. Ona görə də onlar empati hissləri var. İnsanlardan tez yorulurlar. Amma bu o demək deyil ki, onlar insanlarla ünsiyyət qurmağı sevmir. Əksinə, onlar insanlarla ünsiyyət qurmağı sevirlər, ünsiyyət qururlar. Sadəcə olaraq yorulurlar. Ona görə tək bir-iki nəfər sevirlər, bir-iki nəfərlə ünsiyyəti sevirlər və başqalarının hisslərini anlayırlar. Sadəcə olaraq bu anladıqlarını çox vaxt ifadə eləməyi bacarmırlar. Anlayırlar, amma onu sənə çatdıra bilməyə bilər. Amma bu o demək deyil ki, o səni anlamır. Çox gözəl anlayır səni. Çünki o dərin düşüncəyə malikdir. Sosiopat insanlar çox vaxt təhlükəli ola bilirlər, bilin. Mənim əzizlərim. Sosiopat insanlar çox zaman təhlükəli ola bilirlər. Amma introvert insanlarsa olduqca sakit insanlardılar. Onların yaranışı sakitdir. Sosiopat insanların vicdanı və empati hissi olmadığından təhlükəli ola bilər. Çünki o səninlə empati hissi qura bilmir. Onun vicdanı yoxdur. Vicdanı yoxdur da bu adamın. Əlbəttə ki, bu təhlükəli ola bilər. Çünki sənin nə hiss eləyəcəyini, nə yaşayacağını anlamır, anlaya bilməz. Amma introvert insanlarsa zərərsizdir. Onlar sadəcə sakit, yaradışında olan bir insanlardılar. Yəni ona görə mənim əzizlərim, siz məndən istəmişdiniz ki, bu barədə danışım və mən sizə bu barədə danışmaq istədim. Bir şey də istəyirəm söyləyim. Sosiopat insanlar necə davrana bilir? Yəni bilin ki, sosiopat insanlar çox cazibədar görünürlər, sizə çox diqqətcil görünürlər. Zaten bununla sizin diqqətinizi çəkə bilirlər. Amma əslində bunlar hamısı çox tez bir zamanda keçir. Ani bir şeydir də, diqqətini cəlb eləyir öz məqsədinə istifadə eləmək üçün. Çox zaman belə kişilər ideal kişi obrazı yaradırlar. Ya, baxırsan ki, kişi belə olar da. Amma əslində hər gün bunun belə olmadığını anlamaya başlayırsan. Amma o münasibətin, yəni tanışdığın əvvəlində hər gün yazır, sənə hədiyyə eləməyə çalışır, sənə olduqca diqqətli olur, sənə inanılmaz dərəcədə önəm verir. Belə hiss edirsən ki, bu gör məni necə sevir. Gör, hər gün yazır, itirib axtarır, hədiyyə eləyir. Gör, necə diqqətçidir. Sən belə hiss edirsən. Amma əslində bu belə deyil. Bu, keçə bilən çox tez keçən bir şeydir. O özünü belə göstərir. Bu mərhələyə love bombing deyirlər. Sevgi bombası da çox ani olan bir şeydir. Və zaman keçdikcə, diqqətli olun. Əziz xanımlar, zaman keçdikcə kimlə danışdığını soruşur. Kimlə danışırsan? Zaman keçdikcə harda oldun? Kimlə danışdın? Nə geyindin? Dostların kimdir? Yığ videoda baxım sənə. Hardasan? Mənim bir rəfiqəm bir balaca aşağıdan kənara çıxıb belə bir tanışı vardı. Deyirdi, ay qurban olum, mən ayaq yoluna gedəmirəm. Deyir, yığ görüm dəqiq oradasan. Dostların kimdir? Yığ baxım kimdirlər? Yığ mənim yanımda danış. Hara getdin? Niyə getdin? Getdikcə bu sizin sevgi dediyiniz şeylər artıq kontrola keçir. Yəni sizi nəzarət eləməyə, o çərçivəyə salmağa çalışır. Sözsüz, sonra başlayır günahlandırmağa. Məsələn, sənə elədiyini, məsələn, böyle, hara getmişdin, niyə getmişdin? Məsələn də, bunu çevirir ki, elə mi sən eləmirsən? Neynədir mi? Sən də soruşursan da məndən. Getdikcə o sənə elədiklərini elə eləyir ki, güya sən eləmirsən, manipulyasiya eləyirsən. Bunu elə gözəl bəzəyir, hətta səni inandırır. Öz günahlarını heç vaxt boynuna almır. Mümkün deyil onun boynuna qoyasan. Elə gözəl o vəziyyətdən çıxacaq, aydan arı sudan durub. Sənə də deyəcək, sən çox həssassan. Sən də məni düzgün başa düşmürsən. Mən belə demirəm. Mən nə deyirəm, sən nə deyirsən. Başa düşmürsən də mən. Sənə belə deyəcək. Əziz qadınlar, bilin, yəni belə kişilər sosiopat kişilərdir. Bunların empati hissi yoxdur axı. Sən onun yanında ağlayarsan, dərdin olar, problemin olar. Amma o səni anlaya bilməz.
Başa düşürsən? O səni anlaya bilməz. Çünki onun empatisi, vicdanı yoxdur. Özünü qurban, sən ağlayıb dərd eləyəsən nəyisə də, amma o vəziyyəti elə hərlədi, fırladacaq, özü qurban vəziyyətinə düşəcək. Özünü sənə qurban kimi göstərəcək. Yazıqlanacaq. Beləsən də belə. Heç mənə itirib axtarmırsan. Mən itirib axtaranda da deyirsən, bezdirirsən. Nəzərinizdə olsun, əziz xanımlar. Bu barədə danışmaqla bitmir. Amma bilin belə kişilər, sosiopat kişilərdir. Ayrılmaq istəyəndə söyür, təhqir eləyir, aşağılayır. Səni geri qaytarmaq üçün təzədən dona girir, cildə girir. Təzədən o ideal cilddə sənin gözünə görünür. Güya bu mələkdir. Çox vaxt inandıra bilirlər ha mənim əzizlərim. Çox vaxt yenidən barışa bilirlər, inandıra bilirlər. Amma sənin dəyərsiz olduğu hiss elətdirməyə çalışır. Səni yetərsiz elə oyun oynayır ki, sən özünü dəyərsiz, yetərsiz hiss eləyirsən. Elə manipulyasiya eləyir ki, yəni sən elə düşünürsən ki, mən bundan yaxşı kimi taparam özümə. Özü də deyir, əşi kimi tapasdan, mənə qədər kim idi, mən səni gör hardan çıxartdım. Evdən gəlmişsən, at o evindən, məsələn, gəlin gəlmişsən. Amma sən elə eləyəcək ki, əşi sən mənsiz kimsən, kimə lazımsan, mən olma və bunu sənin beyninə yeridir. Sən özünü elə yetərsiz, dəyərsiz, lazımsız hiss edirsən. Sən elə gəl ki, bundan ayrılsan, dünya bitər, sonu olar dünyanın. Və söylədiyim kimi mənim əzizlərim, bu insanlar ayrılandan sonra çox ağır ayrılır. Söyüş, təhqir, aşağılamalar və əl çəkə bilmirlər bunlar. Əl çəkmirlər, yenidən mələk cildinə girirlər. Və nəticədə nə baş verir? Nəticədə, mənim əzizlərim, nəticədə sən enerjin bitir. Nəticədə özünə şübhən yaranır ki, mən lazımsızam bəlkə. Bəlkə doğrudan da bunsuz bir şeyə yarmaram. Sənin yorulursan hər şeydən, məsuliyyət hissin azalır, sən küsürsən. Mənim əzizlərim, həyatdan küsürsən çox zaman. Yəni, sosiopat insanlar söylədiyim kimi, əvvəlcədən də söylədim, çox qorxulu insanlardılar. Olduqca qorxulu insanlardılar. Və sosiopat kişilərin necə qadınlar sevdiyini də sizə deyə bilərəm. Çox sakit, çox xoş niyyətli, çox yəni yaxşı insanlar özlərinə seçirlər ki, onları manipulyasiya eləyə bilsinlər. Bugün mən sizə bunu danışdım və çox vaxt sosiopat kişilər introvert qadınları sevirlər. Seçəndə də introvert qadınlar seçirlər. Çünki introvert axı sakitçiyi sevən, vicdanı olan, empati hissi olan insanlardır. Və belə insanlar qarşısındakının manipulyasiyasını anlamır. Ürəyi yanır, canı ağrıyır. Empati hissi nədir? Ürəyin yanır, canın yanır, yaxşılıq eləmək istəyirsən, kömək olmaq istəyirsən. Əlbəttə ki, sosiopat özünü seçəndə belə birini seçəcək. Yaxşı, bəs sosiopat qadınlar necə qadınlar olur? Bunlar da kişilər kimi eyni bir şeydir də. Yəni, mehriban olurlar, diqqətli olurlar, ideal qadın obrazında olurlar. Kişi deyir ki, mən qadınam, qadın belə olar. Amma çox güclü manipulyasiya hissləri olur. Davamlı qurban roluna girirlər. Çox vaxt belə, öldürəcəm, özümü öldürəcəm, sən məni anlamırsan, mən başa düşmürsən. Bu qadınlar kişiləri manipulyasiya eləyə bilən qadınlardır. Öz hisslərinə, öz istəklərinə, öz məqsədlərinə çatmaq üçün kişiləri çox gözəl manipulyasiya edib qurban cildinə girib. Mən nə dedim axı? Sən məni başa düşmürsən, sən məni dinləmirsən. Manipulyasiya eləyir. Və çox vaxt düşdüyü vəziyyətdə səni elə gözəl günahkar eləyir. Sən elədin, bax, mən belə deyildim. Səndən tanış olandan sonra məni gör nə günlərə qoydun. Sən, məqsədinə çatmaq üçün. Bəli, manipulyasiya eləyir. Emosional oyunlar qurur. Bu arada deyim ki, yəni, bilirsiniz də, qadınlarda oyunlar daha gözəl alınır. Yox, kişilərdə də möhtəşəm alınır, amma qadınlarda da bu tip qadınlar çox gözəl istifadə eləyə bilirlər kişilərdən öz məqsədləri üçün. Onların empati hissi yoxdur da, başa düşürsünüz. Qarşısındakı insan nə hiss elədiyi, necə hiss elədiyi ona maraqlı deyil. Öz marağı üçün səninlə öz marağına uyğun davranır. Öz istəyinə
çatmaq üçün davranır. Bəli. Və çox rahat yalan danışa bilirlər. Elə gözəl yalan danışırlar ki, biləsiniz. Bu yalana hətta öz danışdığına özü inanıb səni elə gözəl inandırır. Üz ifadəsi dəyişməz. Sən sosiopat kişinin də qadının lap yalan danışdığını həyatı boyu hiss eləyə bilmərsən. Hətta sübut dəlil göstərsən mümkün deyil, boynuna almaz. İnkar eləyər. Elə səni gözəl inandırar. Bilin. Münasibətdə isə hər şeyə əl almağa çalışır. Eynən kişilər kimi hara gedirsən, niyə gedirsən soruşur. Səni özündən asılı vəziyyətə salır. Kişilər də belədir. Səni elə bir vəziyyətə salır ki, bir müddət sonra sən asılı olursan ondan. Və onların qısqanclıq və rəqabət hissi çox güclüdür. Olduqca güclüdür. Sosiopat qadınların qısqanclıq və rəqabət hissi kişilərdən güclüdür. Sosiopat kişilərdən güclü olur. Yəni onlar digər qadınlara qarşı da çox aqressiv olur, amma gizli. Üzə vermirlər. Sosiopat qadınlar başqa qadınlara qarşı gizli bir aqressiya yaşayırlar, amma bunu həyatı boyu göstərmirlər. Elə gözəl onun üstünü örtürlər ki, sən o hiss edə bilmərsən. Səndən gizli elə gözəl rəqabət aparar ki. Aha, nə danışırsan? Doğrudan? Can, mən heç bilmirdim. Yo, sən onu fikirləşmə, mənim də sənə ürəyim yanır. Amma altda bir aqressiya yatıb. Səndən rəqabət aparır. İstəyir üstün olduğunu göstərsin. Düşürsünüz. Sosiopatların, yəni bilirsiniz də, heç bir empati hissi olmadığına görə etdiyi pislik eləyər sənə. Bu pisliyə günah kimi hiss eləməz. Çünki empati hissi yoxdur, vicdanı yoxdur. Sənə pislik eləyər, amma özünü günahkar hiss eləməz. Elə aşağılayar, elə incidər, özün elə aparar ki, işin olmayıbmış kimi, elə bir ki, sən eləmirsən. Nə eləmişəm ki mən? Bəsdir, sən də. Böyümədin də sən. Elə aşağılayar ki səni. Elə qırar, sındırar, incidər. Yəni, elə heç nə olmayıb da. Yəni, bax, belə bir. Yoxdur da, vicdan hissi yoxdur belələrində, mənim əzizlərim. Yəni, ona görə də bunlar qurbanları oynayar, seksual cazibədar görünər sənin üçün. Bir şirinliklər eləyər, bir göz yaşları, timsahın göz yaşları. Buna deyirlər. Ona görə ki, öz məqsədinə çatsın. Mənim əzizlərim, münasibəti elə həddə gətirib çatdırar ki, zəhərli, yorucu, eynən kişilərdəki kimi psixoloji, emosional yorğunluq olar. Sən özünü partnyorun yanında, yəni bu sosiopatın yanında olduqca gərgin hiss edirsən, məngənədə hiss edirsən, bilmirsən nə deyəsən. Nə deyəsən ki, daima özün özünə nəzarət edirsən ki, mən nə deyim zibilə düşməyim, mən nə deyim yenə aləm bir-birinə dəyməsin. Deyəcəm, düz olmayacaq, mən onsuz da düz eləmirəm. Yəni, dəyərsizlik hiss edirsən, emosional yorğun olursan, yorulursan. Bax, bu belədir. Emosional qadınları necə tanımaq olar? Çox şirin başlayır, çox tez dəyişir. Hər şeyə görə səni günahlandırır, sənin hissləri vecinə də almır və özünü qurban kimi göstərməyin ustasıdır. Aləm dəyər bir-birinə, bir səhv tutarsan, xəyanətini tutarsan, boynuna qoya bilmərsən. Hadi sən elə fırlayar, düşər qabağında ağlayar, ayaqlarıma sayılar. Mən eləməzdim, sən elədin ki, elədim də mən. Bunun da səbəbkarı sənsən. Hətta. Yəni, sən özünü yavaş-yavaş problem hiss edirsən. Səni elə inandırır ki, sən düşünürsən ki, həqiqətən də sən günahkarsan. Hətta onun xəyanətinin də günahkarı sənsən. Yəni, deməyim budur ki, bu da sosiopat qadınlar, yəni mənim əzizlərim, həyatda özünüzə dost, sevgili, əziz seçəndə diqqətli olun. Çünki bu tip insanlar bizim cəmiyyətimizdə daha çoxdular. Söylədiyim kimi, doğru düzgün yetişdirilmədikləri üçün, doğru düzgün mühitdə, ətrafda böyümədikləri üçün bu insanların bu xislətləri böyüdükcə, bax, belə bir xarakterə çevrilir və sosiopat olur. Lütfən diqqətli olun, bu tip insanlardan mümkün qədər uzaq olun. Hələlik.